Hamınıza salam, əziz uşaqlar. Bugün də sizlərlə birlikdə ingilis dilindən 3-cü sinif test eləyək. Gəlin başlayaq. Burada bizdən choose the correct variant. Düzgün variantı seç deyir. Count to 3 please. Deyir ki 3'ə qədər say. 1, 2, 3. Bu cavabımız düzdür. Daireye alırıq. Choose the correct variant. Yine bizden buradan variantı istəyir. Burada oturup, burada durup, burada ise sayır. Sit down. Oturmak. Sit down. Sit down oturmak. Stand up kalkmak. Count saymak. Cevap C'dir. Translate the sentence. Anar, benim pizzamı yeme. Biz indi bunu ingiliscəsində deyəcəyik. Pizzamı yeme. Yeme deyirsə, burada inkardırsa əgər inkardırsa, özür istəyirəm bir dəqiqə. Əgər inkardırsa, don't, do etməkdir. Bu not'ı isə not dur. Do həm etməkdir, həm də suala cavab verir. Burada sual değilsə, etmək mənasını verir. Bir də not var. Not da yəni gələn dərs izah eləyərəm sizə əziz uşaqlar. Anar, don't eat my pizza. Anar, mənim pizzamı yemə. Cavab A'dır. Keçək digər suala. Choose the correct variant. Hey, don't burada eat topa toxunur. Bu uşaq da deyir ki, toxunma. İstəmirəm, toxunma mənim topuma, keti. Bu boşluqda isə cümlə tamamlamamızı istəyir. Baxaq. Don't touch. Burada toxunur. Orada don't dediği için, o toxunduğu için biz de touch yazıyıq. Enor, don't shout kitty please. Yəni deyir ki, qışqırma. İtə, kitty'yə. Choose a correct picture according to the sentence. Aysu, open the door please. Arzu, zəhmət olmasa qapıyı aç. Deyir ki, şəkil hayvan. Burada necə deyim? Burada deyir ki, zəhmət olmasa qapıyı aç. Bu sualda da bizə deyir ki, o şəkildə veriləni bu qızın dediyini şəkildə təsvir edir bizə. Biz də indi onu edirik. Baxaq. Open the door. Qapıyı aç, zəhmət olmasa Aysu. Burada pəncərəyi açır. Qapı doordur. Open açmaqdır. D həmindir. Please zəhmət olmasa nə olardı? Zəhmət olmasa nə olar demək. Open the. Bu ikisi aç. Bunda da açır. Bunda da açır. Amma burada door deyil. Door da qapıdır. Ona görə biz cavab B'yi seçirik. Devam edək. Unscramble the words. Sözləri, yəni tap. Cow, tosu,
Bunlar fərqli-fərqlidir dostlar. Biz bunu tapmalıyıq İngiliscəsində. Bu söz walk, gəzmək. Walk. Bu söz shout, yəni qışqırmaq. Bu söz resimdir. Shout, yəni qışqırmaq. Bu söz incə toxunmaq, yəni touch. Cavab walk, short touch. C variant. Choose the correct variant for the blanks. Variantı seç. Variantı seç. Variantı seç. Bir bir dakika. Variantı seç. Variantı seç deyir. Yəni qızın dediyinə uyğun variantı seç. Elə deyir. Burada oğlan bir dənədir. O da bu. Bu. Burada oğlan qalxır. Don't. Bir dəqiqə. Stand up. Don't stand up on. Sit down. Don't stand up on the plane. Deyir ki, dur. Oturma ona. Deyir ki, otur. Deyir ki, otur. Otur. Yəni, deyir ki, Samir, otur. Zəhmət olmaz. Elə deyir. Complete the dialogue. Diyalogu tamamla. Say your name, please. My name is Ayten. Cevap C'dir. Find the children names. Tap uşaqların adı. Uşaqların adını tap. Günel, don't touch. I touch, don't walk. Bunun adını bilmirik uşaqlar. Bunu axırda tapacağıq. Bu ikisini tapdıq. Qaçan burada budur. Bu Aytaç. Bu Aytaçdır. Bu A. Bu isə Güney don't touch. Toxunma. Bu toxunur. Toxunan Nigardır. Sorry Nigar. Üzr istəyirəm Nigar. Nigar da budur. Baxın. Bu deyən. İkisinə deyən. Bu. Bu mı? Hamısı fərqli yərliyim. Qoyduğunuz. Bu A. Bu da
Nergis, Aytat, Günel. Şimdi burada cevap. Bu qəhvəyi saçlı qız Güneldir. Sarı saçlı qız Aytat. Qara saçlı qız Nigar. Günel budur. Cevap D'dir. Çünkü burada elədiyimiz müzakirədə elə görsənir. Choose correct matching. De ki, birləşdir bunları. Stand up. Count to. Shout at. Şimdi biraz pis çektim. Daha aydın olması için istersenizse düzgün çek. Bu bu cevap B'dir. Videomuz bu kadar idi. Kanala abone olmayı unutma. Aziz uşaqlar. Bye children.